Hüquqları Konvensiyası 20 noyabr 1989 ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmişdir. Azərbaycan 1992 ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002 ildə isə Konvensiyanın 2 adı protokoluna qoşulub. 1998 ildə ölkəmizdə uşaq hüquqları haqqında qanun qəbul edilib. Biz istədik. Bütün uşaqlar bərabər hüquqa malikdir. Harda doğulduğundan, kim olduğundan asılı olmayaraq bütün uşaqlar üçün eynidir. Bizim hər birimizin keyfiyyətli yaşamaq hüquqlarımız var. Biz istəmirik nə dava, nə savaş, nə də ki ölüm. Biz istəmirik nə aclıq, nə yoxsulluq. Biz istəmirik nə qorxu, nə həyəcan, nə də şiddət. Gözəl, mehriban, xoşbəxt, ümid ilə, sevinc ilə, sevgi ilə sevdiklərimizlə birlikdə firavan yaşamaq istəyirik. Bizim firavan yaşamaq hüququmuz var. Bizim məlumat toplamaq, oxumaq, inkişaf etmək hüququmuz var. Ədalət hüquqlarımız kainatın hüquqlarıdır. Ədalət hissini paylaşmaq, doğruluq, haqqı, dürüstlük deməkdir. Biz dünyamızı ədalətə səsləyirik, yer kürəsini bizim üçün qoruyaq. Bizim öz doğma torpaqlarımızda, ata-baba mülkiyyətimizdən əmin-amanlıqla yaşamaq hüququmuz var. Bizim firavan, mehriban yaşamaq hüququmuz var. Bizim mülkiyyət hüququmuz var. Hər bir uşağın valideynləri ilə yaşamaq hüququ var. Biz öz valideynlərimiz tərəfindən tərbiyə olunmalı, hər tərəfli inkişaf etməliyik. Bizim öz valideynlərimizlə yaşamaq hüququmuz var. Biz günəşin dərəcəsiyik, yer üzündə parıldayırıq. Ləyaqət və hörmətin birləşdiyi yerdə yaşamaq hüququmuz var. Hər bir uşaq üçün tibbi xidmətlər lazımdır. 18 yaşından aşağı olan